şəhərlərindən gəlib onları təqdim eləsinlər. Növbəti çıxışımıza keçəcəyik. Herkesin akşamı xeyir olsun. Herkesi baba görməyə çox şadıq. Öncəliklə əziz şəhər ailələrimiz. Bir şəhər ailələri adına söz belə düşməz. Mən burada analarım var, əzizlərim. Onlar indi həqiqən təqdim edəcək. Hocam, biz istərdik Azərbaycan şəhərlərinin önündə sizin bizlə bir yerdə 2-ci Qarabağ Vətən müharibəsi başlayanlar falan kimi siz hər zaman maddi və ruhən hər zaman bizim yanımızda olursunuz, dəstək olursunuz. Siz bizim şəhərlərimizə o qədər dəyər verirsiniz ki, inanın ki, yəni əlbəttə onlar zaten cənnətlərdir, zaten biz onlara güvvə edirik, onların səviyyəsinə həqiqətən əl çatmaz. Yalnız biz Mingəçevir şəhər ailələri və Azərbaycan şəhər ailələri adına sizlərə təşəkkürlərlə bildirmək istəyərdik, təqdim etmək istəyərdik, əziz qardaşımız, əziz hocamız, anar balama, anar evladıma sizin hər zaman yardımcınız olan, hər zaman yanınızda dəstək olan, bizim bütün kaprizlərimizi dözüb, nazlarımızı dözüb, hər zaman vaxt ayırıb bizlərlə ünsiyyət saxladığınız üçün, gözəl proqramlar yaptığınız üçün, ümumiyyət anlatımında şəhid analarımızı, bu gözəl analarının əlindən öpürəm. Onların evlatlarını tanıdığımız üçün, bizim həyat yoldaşlarımızı tanıdığımız üçün sizlərə minnətdarıq. Təşəkkür edirik və analarımız sizə bol Təqdim edək. Alqışlarla. Başqa təqdim edin, hədiyyələrimiz varsa təqdim edək və əyləşək rica edirəm.